Salam hörmətli izləyicilərim. Bugün video çəkməkdə məqsədim nədəndir? Artıq mən həmkarlarımı qınamaq istəmirəm. Bizim gözəl həkimlərimiz var. Azərbaycan təbabəti, Azərbaycan Tibb Universiteti, Dövlət Tibb Universiteti böyük alimlər bəxş edib bugün bəşəriyyətə də, dünyaya da. Amma yanlış diaqnozlardan danışacağam. Nədən gedir yanlış diaqnoz? Xəstənin qalxana bənzər vəziyyətinə baxırlar. Sadəcə daçqı belə gəzdirib səndə heç nə yoxdur deyirlər. Gəlir, mən orada nə tapıram? Kistalar, 2 qat kistalar, izohipaqogen düyünlər. Bunlar da qadınların süd vəzisində, uşaqlığında müxtəlif düyünlərin, fibromaların, adenomaların yaranmasına səbəb olur, böyrək daşının yaranmasına səbəb olur. Gəlir xəstə böyrək daşı ilə, ancaq böyrək daşını saldırır. Səbəb nədir? Deyir, mənə dedilər ki, sən çoxlu bulanıq su içirsən bundandır. Balam, bulanıq su dədə babadan hamı içib, bundan deyil əziz. Burada qalxana bənzər vəzin, ətrafı vəzin funksiyası pozulub. Paraşitarikanın funksiyası və bunu analiz edirlər. Analizin cavabını normal yazırlar. Nədənsə gəlir Qövşan klinikasında biz analiz edirik. Analizin cavabında çıxır ki, hiperfunksiya var orada və gedir ki, onkologiya göndəririk, responskaya göndəririk, eksperimentaliya göndəririk. Orada da bizim elədiyimiz çıxır. Yəni yanlışa yol vermək lazım deyil.